Teras Park yaşayış kompleksinde. Çox gözəl 2 otaqdan 3 otağa düzəlmə mənzilimiz tam əşyalı vəziyyətdə satışa çıxır. Premium bir binada yaşıllıqla əhatə olunmuş ərazi, uşaqların əyləncəsi üçün də ayrılmış xüsusi yer. Binanın yaxınlığında 250 km məktəb, bağça, böyük ticarət obyektləri, Bakıxanov ticarət mərkəzi, Aygün Mall ticarət mərkəzi lap yaxın ətrafında yerləşir. Neftçilər metro stansiyasının fəaliyyət göstərən marşrut xətti də düz binanın qarşısından keçir. Binanın altında Araz marketdə fəaliyyət göstərir. Dostlar, indi isə mənzilin daxili ilə sizi tanış edəcəm. Çox gözəl bir mənzil sizi gözləyir. İzləyin, baxın, həqiqətən belə bir mənzildir. Binanın 2 ədəd müasir lift sistemi, yeraltı qarajda var. Mənzilin qiymətində də endirim olub, dəyərli izləyicilərim. Videonun sonunda mənzilin qiymətini qeyd edəcəyim. Bura mənzilimizin zalıdır. Gördüyünüz kimi döşəməsi parketdir. Haradasa 25 kvadrat-metr ölçülərə sahib, bəlkə də artıq olar, geniş bir zalımız var. Təmiri yüksək səviyyədədir. Şəxsi bir təmirdir. Hal-hazırda yaşayış yoxdur. Videoda gördüyünüz bütün əşyalar satış zamanı mənzilin daxilində saxlanılacaq. Pərdəsi, lustrası asılıb hazır vəziyyətdə bir mənzildir. Bahalı qapılar, bahalı boylar, bahalı elektronik əşyalar hamısı təqdim olunacaq. Zalı təqdim elədik, dəyərli izləyicilərim. İndi mənzilin xol hissəsi, yataq otaqlarını da göstərəcəm. Mənzil 3 otağa ideal düzəlir. Bütün xol hissəsi isti polla təmin olunub dostlar. Geniş bir xol hissəmiz var. Xolun bir tərəfi mətbəxdə çevrilir, 3 otağa düzəldiyinə görə. Bura mənzilin qapıdan giriş hissəsidir. Ben təqdim eləyək. Solda bir yataq otağımız, haradasa 17-18 kvadrat-metr ölçülərə sahib geniş bir yataq otağımız var. Qarşısında eyvan hissəsi var. Otağın eyvana çıxışı var. 6 metrəlik eyvan hissəmiz, elə kombi sistemi də mənzilin eyvanında quraşdırılıb. Gördüyünüz kimi dostlar, eyvan hissəsi məhəlləsinə baxır. Kombi sistemi də dediyim kimi burada quraşdırılıb. Məhəlləsini də yüksəkdən bir dənə çəkək. Görsənən nə gözəl məhəlləsi var, əziz dostlar. İndi isə növbəti otaqları sizin üçün təqdim edəcəm. Mənzildə çox az yaşayış olub, çox az bir müddət yaşayış olub. Mətbəxdə lazım olan bütün avadanlıqlar, elektronik əşyalar mövcuddur. Dediyim kimi mənzilin daxilində saxlanılacaq. Bura mənzilimizin mətbəx hissəsidir, soyuducusudur, qazıdır, aspiratorudur. Gördüyünüz kimi paltaruyan maşınıdır, mətbəx mebeli yenidir və əşyalar hamısı yenidir, əziz dostlar. Qiymət də münasibdir, dediyim kimi indi yataq otağını, növbəti yataq otağınızı təqdim edəcəm. Bu yataq otağında da dostlar bütün əşyalar mövcuddur. Dəst mebeldir, bahalı mebellər alınıb, dediyim kimi çox az bir müddət yaşayış olub. Kondisioneridir, yataq mebeli dəstidir, yəni dəstdə bütün otağa aid olan nə varsa hamısı qalacaq. Burada da çox gözəl bir proyekti var dostlar. Burada da yataq otağın qarşısında digər otaqda olduğu kimi 6 metrəlik eyvan hissəsi var. Karisli bahalı pəncərələr. Yəni bir sözlə dostlar, çox keyfiyyətli bir iş görülüb. Adam özü üçün alıb, sıfırdan təmir eləyib, şəxsi özü üçün yaşamaq üçün. Amma yaşamır. Yəni dediyim kimi çox az bir müddət yaşayış olub. Sizin sanuzelin, sanitar qovşağını təqdim edəcəm. Elə qapıdan girərkən sol tərəfdə sanuzel, sanitar qovşağımız yerləşir. Bütün aksesuarları var. Bu mənzili alırsınız, əziz dostlar, köçürsünüz, yaşayırsınız. Yəni əlavə heç bir şeyə ehtiyac yoxdur. Dostlar, əlbəttə ki, yəni bu nərd taxta verilməyəcək. Qalan bütün əşyalar dediyimiz kimi satış zamanı mənzilin daxilində saxlanılacaq. Qiymət də indiki bazarı nəzərə alsaq, həqiqətən münasibdir, əşyalı bir mənzildir. Dediyim kimi, əşyalar da bahalı əşyalardır, yəni şəxsi təmirli bir mənzildir. Qiymət 300 min manatla satışa çıxıb, əgər real alıcı olarsa qiymətdə razılaşma olar. Sənədlərində də heç bir problem yoxdur. Qupçası, texpasportu, bütün sənədləri var. Yəni mənzil ipotekaya da yarayır, dəyərli izləyicilərimiz. Kim istəsə ipoteka yolu ilə da mənzili ala bilər. Nömrəmiz səhifədə var. Allah xeyir versin dostlar.
Zənginizi gözləyirik. Sağ olun, var olun.